məhəbbətullah və mərifətullah. Allahı tanımaq və Allah məhəbbətində dərinləşmək. Yunus Əmrə nə deyirdi? Əlif oxuduq ötürü, bazar eylədik götürür. Yaradılanı sevəri yaradandan ötürü. Yəni, bir kimsə Allahı həqiqi mənada tanıyarsa, Allaha həqiqi mənada məhəbbət bəsləyərsə, onun məxluqatına da qarşı mərhəmətli olar. Şədid olur. Resulullah sallallahu aleyhi ve sellem incə, zərif insandır. Biz müsəlmanlar da zərif və incə olmalıyıq. Kobud olmamalıyıq. Kobudluğun İslamda yeri yoxdur. Mərhəmətsiz olmaz. Varil bombalarına töküb 1 milyon yarıma yaxın insanı Suriyədə qırmaz. Mərhəmət müsəlmandadır. Qeyri-müsəlmanda mərhəmət yoxdur. Görürük. Bütün dünya susur. Müsəlman qanı axır, bütün dünya susur. Halbuki bir dənə dərisindən tərif, xəz dərisindən tərif, bir morşu başına vura-vura öldürən kimsələri o dünya ilə aləmlə can çəkirlər. Heyvan sevərlər, o deyib ortaya çıxır. İnsanın heyvan qədər dəyəri yoxdur mu? Sən haradasan indi? Bu insanlar qırılanda niyə səsin çıxmır? Nədir? Axan qan müsəlman qanıdır. Hilal'la Xaçın savaşı davam edir.